Ebu Zer radıyallahu anhu'dan rivayet olunan hadiste deyir ki, sahabelerden bir dəstə sahabe Peygamber sallallahu aleyhi ve sellemin yanına gelerek ona belə dediler: Ey Allah'ın Resulü, mal dövlət sahibi, zengin sahabeler, əcirlərdə bizden çok irəlidə bizi ötüb keçdilər. Namaz qılırlar, necə ki biz namaz qılırıq. Oruç tuturlar, necə ki biz oruç tuturuq. Və bizdən əlavə olaraq mallarının en gözəlini Allah yolunda sədaqə edirlər. Peygamber sallallahu aleyhi ve sellem onlara cevabında belə buyurdu: Siz elə bilirsiniz ki, Allah sizin sədaqə edeceğiniz şey hazırlamayıb. Siz elə bilirsiniz ki, Allah sizin için sədaqə vereceğiniz şey hazırlamayıb. Həqiqətən her bir təsbih sədaqədir. Her bir təhmid sədaqədir. Her bir təkbir sədaqədir. Her bir təhlil sədaqədir. Yaxşılıqları əmr etmək sədaqədir. Pisliklerden çekindirmek sədaqədir. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, ha belə sizlerden biriniz öz halalı olan hanımına yaxınlıq etməsi onun üçün sədaqədir. Sahabeler təəccüb edərcəsinə soruşurlar ki, ey Allah'ın Resulü, bizlerden birimiz öz halalı olan həyat yoldaşına yaxınlaştığı zaman onda onun için əcir var. Peygamber sallallahu aleyhi ve sellem onların bu təəccüblü soruştuğu suala cevap olarak deyir ki, eğer deyir o haram yolla, haram olan qadına yaxınlaşarsa onda ona necə günah olmur? Cevabı elbette ki olur. Ve eləcə də sizlerden biriniz öz halal hanımına yaxınlaştığı zaman onda onun için əcir vardır. Hədisi İmam Müslim öz səhihində rəvayət etmiştir.